Salam aleyküm Zahar qardaş. Neyinidir bu gün? Mövzumuz nədir? Bu yeşi 2 gündə anasızdır. 2 gündə anasızdır. Bölmə dəstədir. Bir də cavan arıda var, yaşlı arıda var, qarışıqdır. Bölmüsən. Bölmüşəm 4 çərçivədir. Demək 2-cü bundan qabaq üstü bu. Bunu qıraqıram. Demək, indi baxdıq, indi hər şey çəkmir də, vaxt məhduddur. Üskü açmışdılar, üsküləri dağıtdıq. İndi bu da mayasız anadır. Məqsədimiz nədir? Mayasız ananı birbaşa yeşiyə buraxmaq. Birbaşa yeşiyə buraxmaq. Birbaşa, görək qəbul edir, eləmir. Yəni, bu vaxtacan verdiklərimiz qəbul olunub. Bəli, mən də şahid, bu vaxtacan nə vermişik qəbul olunub. Bəzi qardaşlar, arıcı qardaşlar deyir ki, yox, risklidir. Nə badə buraxasınız. Nə badə buraxasınız. İndi bismillah, açıb buraxırıq, risk edirik. Girdi yeşiyə. Şu, bax. Bomboş, öz xoşuna girdi yeşiyə. İndi bir 5 dəqiqə keçsin, sən stop elə, açaq baxaq. 10 dəqiqə keçdi. 10 dəqiqə keçdi. Baxaq görək nə göstərir. Dostdaşlılar mı? Belə nisbi sakitlikdir. İskənəmiz yaddan çıxıb qalır. İskənə yaddan çıxır, arada bundan asılır. Bu rayonda İskənəsiz durub gəlmişik kəndə. Mən pauzanı basım, videomuz çox uzanmasın. Hə, sən pauzanı bax, Tapanda. Baba, tapmışıq ananı. Açdım. Baba. Gəzir, salamat gəzir. Hə, bu deyil. Bax. Ana arı 10 dəqiqə bundan qabaq buraxdığımız mayasız ana arı. Sərbəst gəzir. Sərbəst birbaşa gəzir burada. Heç kimə dəyib dolaşmır, heç kimə xətrinə dəymir. Baba. Heç kim də onun xətrinə dəymir. 10 dəqiqə bundan qabaq birbaşa qəfəsini açıb buraxdıq. Veci nə dedi? Hə. Kef edin. Çox. Yəni bu sübutdur ki, götürürlər də konkret götürürlər. Yəni anasız arı ailəsi mayasız ananı rahatçılıqla heç bir problem olmadan qəbul edir. Bitirə bilərikmi inşallah? Stop ver.